Salamlar dostlar. Mobile Legends videomuzun part 4'ü ile karşınızdayız. Daha doğrusu Mobile Legends övüləridir videomuzun. Part 4 ile karşınızda. Ay çok üzülsün. Part 5'i. Part 4'ü attık. Part 4'te biz amblemlerden yok. Itemlardan ilk üçünü danışmıştık. Hatta ilk üçünü yok. Üçünden sonra hara kimi danıştık? Saldırıdan danışmıştık biz. Aha, bitmeyen savaş. En sonunda bitmeyen savaşı demiştik. Bugün planım budur ki saldırını ve büyünü bitirək. Saldırını və büyünü bitirək və kiçik bir taktika ilə mən əslində eləyəcəm bu şeyi. Necə? Deməli, dostlar baxın, bir sizə bir şey deyim. Yadınızda saxlayın. Oyunun içərisində saldırıda, büyüdə və savunmada bir-birinə oxşar itemlar var. Yəni karakterdən karakterə dəyişir. Physical damage atan karakterə, məsələn onu götürürsüz. Götürdüsə elə deyim, müəyyən pasif effekti var. Magic Damage'də də həmin effektdən sadəcə Magic Damage atan karakterlər üçün olan item var. Yəni bir-birlərinə oxşardır. Burada mənim məqsədim sizə bunların adlarını əzbərlətmək deyil. Bunu siz özünüz oxumalısınız. Oyun üçün gördükdən artıq yadınızda qalacaq ki, nəyin effekti nədir. Mən sadəcə bir də qısa şəkildə sizə deyirəm. Yəni bunu başa düşünün. Plus indi bu üçü arasında eyni olan itemlarda mən deyəcəm hansılardır. Deməli, saldırıdan biz qalmışdıq. Bitməyən savaşı bitirmişdik. Fırtınada. Fırtına belə deyək. Fırtına bizə yenə saldırı hızı verir. Kritik şansı verir. Kritik şansın nə olduğunu demişdim. Əvvəlki videolarda bilməyən varsa onlara da baxa bilər. Bir də %20 hərəkət sürəti verir bizə fırtına. Fırtınanın əsas pasifi, maraqlı bir pasifi var. Onu göstərim sizə. Deməli, onu təfə çəkək. Deməli, bura bir dənə normal olsun, hasar botu olsun. Yox, hasar botu olmasın, bu görməyəcək bunu. Deməli, botu qaldır, normal bot. Burada bir dənə normal bot. Burada bir dənə normal bot. Baxın, biz bunu götürəndə bunu götürürük. Bu bizə saldırı sürəti verdi. Daha tez-tez vuracaq. Bu başqa məsələ. İkincisi bunun pasifidir. Bunun pasifi nədir? Baxın indi. Gördünüz. 3 nəfər arasında indi birazdan göstərəcəm. Shuriken kimi bir şey uçur. Bunun olayı budur. Hər 2 saniyədə bir, deməli 5-2 saniyədə bir təməl saldırı maksimum 3 birim arasında gedə bilən bir deməli item atır, yəni bir hasar göndərir. Bu da magic damage atır. Magic damage atır. Atdığı magic damage'in miqdarı isə kritik şansına görə arta bilər. Yəni ki, baxın burada özəlliklərdə görürsünüz kritik şansı var. Kritik şansı var. %20'dir məndə hal-hazırda. %20'dir. Yəni o nə qədər artsa, həmin bu itemin pasifinə görə çıxan bu Shuriken'in verdiyi damage də artır. Pasifindən başqa da bizə yenə deyirəm vurma sürəti verir. Maksimum 3 rəqib arasında gedir. Minyonlara da gedir. Hətta minyonlara %200 vurur. Bu belə 150-362 büyük hasar verir. Bu da kritikə görə arta bilər. 7 denizin kılıcı suikastçının dostu. Deməli bu bizə 70 fiziksel saldırı 250 can verir. Pasifi 15 fiziksel zırh dəlmə. İkinci pasifi isə 5 saniyə müddətində əgər bizə heç kim vurmasa və biz də heç kimə vurmasaq bir pasif etkilənir, tetiklənir daha doğrusu. İndi mən bunu alıram. 1, 2, 3, 4, 5. Baxın altta çıxdı. İşarəsi. Pusu. Sonraki təməl saldırı ekstra 160 artı 93 fiziksel hasar verir və hedefi %40 yavaşlatır. Baxın əlimdə də mavi bir şey var. 5 saniyədən bir. Bu heç nə sizin təməl saldırının daha çox damage atması üçün Plus həmin rəqibi də yavaşladır. 5 saniyə gözləmə müddəti var. 5 saniyə yəni işlədəndən sonra 5 saniyə gözləməsi ki o tetiklənsin. Tetikləndirir, aşağıda da işarə də çıxır, əlinizdə də belə mavi bir şey olur. Umutsuzluq kılıcı. Umutsuzluq kılıcı physical damage verən itemlar arasında ən çox damage verən itemni 160 physical damage verir. Pasifi isə canı %50'nin altındakı minyon olmayan rəqiblərə
saldırmak fiziksel saldırı 2 saniyene %25 artırır. Yani bu sırf damage üzrədir. Canı az olan adamlara daha çox damage artırsınız. Bu kırılgan ADC-lərə məsələn ya da kırılgan ümumiyyətlə bütün personajlara çox yaxşı, yəni ona qarşı götürə bilərsiniz. Amma biraz bahadır. Yəni almamışdan qabaq biraz fikirləşin ki, irəli düşə biləcəksinizmi? Yəni bunu çatdırıb ala biləcəksinizmi? Belə bunu düşünməlisiniz. Baha olduğunu bilən bahalı itemli Mobile Legends'da. Gəlir avcı darbesi. Avcı darbesi bizə 80 fiziksel saldırı və %10 bekleme süresi düşürmə verir. Bu da 15 fiziksel zırh dəlmə verir. Pasifi isə budur ki, bir rəqibə 5 saniyə içərisində idi deyəsən. Yox, arda 5 dəfə damage atmaq sizə %50 hərəkət sürəti verir. Hərəkət sürəti 3 saniyə içərisində azalır və bu etkinin 8 saniyə bekleme sürəsi vardır. Yəni indi bunu da alacağam. 1 2 3 4 5 Mənə sürət verir. Baxın arxamın mavi şey çıxırsa deməli sürətim var. Effekt də 8 saniyədən sonra yenidən tetiklənir. Tetikləndə də baxın yoxa çıxır oradakı işarəsi. Avcı darbesi də belə. Avcı darbesindən sonra gəlir. Midasın kılıcı. Fiziksel saldırı, %20 saldırı hızı və %10 can çalma, yəni vampirizm verir. Əsas işi bunun pasifindədir. Deməli sahib olunan hər %1 can çalma hibrid savunmayı artırır. Yəni sizin baxın burada can çalma var. Hardadır o? Can çalma. Baxın %0'dır məndə. Heç bir can çalma itemi almamışam deyə. Sizin bu can çalma faiziniz artanda hər bir faizə deyəsən 2 mi verirdi, 1 mi verirdi? Hər bir faizə 1 hibrid savunma verir sizə, müdafiə verir. Bu da %50 ilə sınırlıdır. İkinci pasifi can %30'un altına düşəndə sizə bir qalxan verir. Hətta bu 1800 idi deyəsən. Yox, 720 hasar emə bilən bir qalxan verir. 3 saniyə içərisində bu azalır. Yoxa çıxır o. 3 saniyə mi, 4 saniyə mi qalır, sonra yoxa çıxır. Bir də hərəkət sürəti verir. Sizə qalxan qazandırır. İndi mən bunu götürürəm. Bunu da göstərək. %30'un altına canım düşən kimi infaz edildi. Midasım işləmədi. Gördünüz onu? bir dəqiqə çox maraqlı oldu bu da görək. Nətən midasım işləməyə bilər ki? Çox az bir qalxan verir. Bildim. Çox üzr istəyirəm sizdən. Çox üzr istəyirəm. Bu Midas deməli bir şey var. Savaşçılarda və deyəsən tanklarda effektləri %50'ye düşür. Ona görə qalxan görünmür. Bu Gunivert savaşçıdır deyə. Ona görə çox da görünmür. ADC-lərdə əsas bu görmək mümkündür. Yəni onu da ADC YouTube göstərərəm sizə. Davam edək. Atlantis kargısı. Atlantis kargısı çox sevdiyim bir itemdir. Buna qarar. Damage atılan hədəfin üzərindəki mövcud qalxan və can yeniləmə effektlərini 3 saniyəyə %60 azaldır. Yəni qarşı tərəfə bir skill, təməl saldırı nə vurursa vuraq, həmin adamın üzərində can yenilmə, yəni vampirizm varsa və qalxan, məsələn Esmeralda'nın var, Popol'un var. Bunların qalxan etkilərini 3 saniyənin %60'a qədər azaldır. %60 azaldır qədər. %60 azaldır. İkinci pasiv canlı səninkindən yüksək olan rəqiblərə verilən dəməyi %8 artırır. Yəni deyəsək Guniveri götürmüşəm, qarşımda da bir dənə Hylios var. Canı məndən çoxdur. Ona daha çox dəməyi atacağım. Tanklara qarşı da bunu götürə bilərsiniz. Qarşı tərəfə görə götürmək istəsiniz. Ulu Ejder mızrağı bu bizə 70 fiziksel saldırı, 10 bekleme sürəsi, 20 kritik şansı verir. Ultini işlədəndən sonra 7,5 saniyənin %30 hərəkət sürəti və hərəkət sürəti verir. Bir də kritik damage deyəsən bu, %20 kritik şansı da verir bu bizə. 15 saniyədən bir də tetiklənir bu effekt. Kaotik silah bizə %saldırı hızı, %20 saldırı hızı, 40 fiziksel saldırı verir. Fiziksel zırh dəlməyi %30 artırır. ADC-lərə çox yaxşıdır bu. Bir də ki bizim saldırı menzilimiz var. Baxın bu mavi rəngdə çıxır.
onun əhatə dairəsini artırın. Nə qədər artırır? 12% artırır. Və 0,5 saniyəliyinə 10 hərəkət sürəti verir hədəfə biz vuranda. Hərəkət sürətinə də çox yaxşıdır. ADK-ları götürə bilərsiniz bunu. Çox yaxşı təsir edir. Keçirəm büyüyə. Büyünü də bugün qutaracaq. Büyüdə birinci büyülü tılsım bu əvvəl deyəsən kitab idi. Büyülü kitab deyəsən keçirdi. Bu bizə mana yeniləməyə kömək eləyir. Hər 10 saniyədə bir maksimum mananın %15 qədərini yeniləyir. Bir də sizin bekləmə sürənizi deməli azaldır. Yüzdə neçə verir? %20 bekləmə sürəsi azaltma verir. Plus ümumiyyətlə oyunda hər bir karakterin bekləmə sürəsi azaltma limiti var. %40-a qədər azalda bilərsiniz. %40-dan sonra azaltmır. Amma siz bu itemi götürsəniz həmin o rəqəm olur %45. Ora qaldırır. Cənnət tüyü məsələn bunu götürə bilərsiniz Cyclopsa çox işlədilmə ya da götürə bilərsiniz Esmeralda ola bilər. Gəlir ikincisi deməli bizdə cənnət tüyü bizə saldırı hızı verir, eyni oxşayır bizə saldırıdakı bu bozulma tırpanla steklənə bilir, stekləndikcə daha sürətli vurursunuz. Plus hər təməl saldırı ekstra %50 böyük hasarı verir, yəni ekstra bizə dəməcə qazandırır. Kader saatı bizə manamızı verir, maksimum manamızı artırır 400. Can verir və bekləmə sürəsi düşürmə verir. Bir də rəqib qəhrəmana böyük hasar vermək 5 saniyəliyinə hibrid savunma qazandırır. Bu tankları çox yaxşıdır. Plus ikinci pasifi isə canın %50'nin altına düşəndə 3 saniyə içərisində %15 can yeniləyir və mananın %50'nin altına düşəndə 3 saniyə içərisində %15 mana yeniləyir. Bekləmə sürəsi 60 saniyədir. 60 saniyədən bir bu effekt tetiklənir. Yəni bu mana işlədən adam nə idi? Personajları çox yaxşıdır. Halios deyək ki və ya Zushana neft gələndən sonra bunu çox götürməyə başladılar ona. Həm mananızı artırır, həm də belə canınız aşağı düşəndə can yeniləyir, mananız aşağı düşəndə mana yeniləyir. Kritik vaxtlarda çox yaxşı olur. Gök kıran, fani zaman, qış tacı bunlar demişdik. Adalet kılıcı nəyə yarayır? Adalet kılıcı deyək ki, qarşınızda bir tank var da tank bunu götürüb. Athena'nın kalkanı ani verilən büyü dəmecini azaldır. Ona görə də ona qarşı bunu götürürsünüz ki, həmin o zırhı delsin. %40 büyü nüfuzu verir bizə. Demişdim də sizə saldırıda zırh dəlmədir, büyüdə büyü nüfuzudur. Sonraki ikinci pasifa büyü bozucu. Rakibin sahib olduğu hər büyü dirənci rakibə saldırırkən sahib olunan büyü nüfuzunu 0,1% artırır. Bu etki %20 ilə sınırlıdır. Yəni daha da bu etkini artıra bilərsiniz. Qarşı tərəfin deməli ümumiyyətlə rəqibin sahib olduğu büyü dirəncindən asılıdır. Yəni rəqib deyək ki, götürüb da büyü dirəncinə görə məsələn bunu götürüb, ondan sonra gelib bir dənə də bundan götürüb. Siz ona qarşı bunu götürsəz əməl başlı ona zırhını delə bilərsiniz, qəşəng dəmir çıxara bilərsiniz. Kutsal kristal bu eyni saldırıdakı gördüyünüz kimi. Umutsuzluq kılıcı kimidir. Ondan daha ucuzdur sözün daha ucuz 3000'li 185 büyü gücü verir. Pasifi de ekstra %21 %35 büyü gücü kazandırır. Səviyyə ilə orantılıdır. Səviyyəniz artdıqca daha çox dəmir ata bilərsiniz buna. Konsantre enerji bizdə oxşayır. Baxın burada mən bunu oxşadıram buna. De buna. Hasım Pentezi kimi bir şeydir. Yox, əstəğfurullah. İkinci balta kimi eyni. Bu da 6'ya kimi steklənir və sizə can yeniləmə verir. %20 hibrid can çalma qazandırır. Büyü hasarı verdikdən sonra büyü gücünü %5 artırır. Tam yüklə ulaşında kahramanın büyü hasarını 5 saniyədə %12 artırır. Dəmeci artırır. İkinci balta nə qarır? 6 sket atanda əlavə olaraq gerçek hasar vermedi. Bu da tam stekə çatanda əlavə olaraq daha çox dəmec atırsınız. Sonra gəlir bizdə burada kimdir? Buz kraliçəsinin DNA bu adamları yavaşlatmağa kömək edir. Qarşı tərəfə can yeniləyir, bir də müəyyən qədər can verir, 300 can verir və can yeniləməyə kömək edir. Oy, bildirdim, telefon əlimdən düşdü. 2 saniyəndə %10 yavaşladır. Yəni indi daimi vuranda təbii ki bu 2 saniyə %10 olur. Daimi %10 amma deyək ki tek bitdi. Effekt bitdi. Yəni qarşı tərəfə damage atmırsınız da 2 saniyə çəkir bu şey. Bu etkinlikdə 1 saniyə bekləmə sürəsi vardır. Yəni siz damage atdınız bu adam bu effektdən 1 saniyədən bir yara şey elə bilir, alır yəni şey effekti. Qarşı tərəf o effekti 1 saniyədən bir verə bilirsiniz.
Parlayan asadır. Parlayan asa deməli eyni bizim saldırıdakı bu Atlantis karqası kimidir. Bu da %60 qarşı tərəfin can yeniləməsini azaldır. İkinci pasiv olaraq da damage müəyyən bir miqdarda damage atılan deməli yox, hasar verilən müəyyən miqdar yoxdur, ümumiyyətlə nə qədər şey olsa da damage atılan hər bir hədəfi deməli yandırır və bu 3 saniyə boyunca davam eləyir. Hə, bir də ki, qarşı tərəfin canından əlaqəlidir. Yəni qarşı tərəfin canının %1-i qədər damage atır. Yəni qarşı tərəf deyək ki 1000 canı var, 1000 vuraq 1 bölək 100 10. Yəni 10 damage atır belə yavaş-yavaş. Həm də o damage aldığına görə hər dəqiqə bu can yeniləmək yoxdur, yenilənmə. Onu bassa belə yenilənməni ala bilmir. Çünki yenilənmə damage aldıqca toplanır. Yəni diqqət edin ona. Əgər qarşı tərəf sizi yandırıbsa, o yanma etkisi qutarandan sonra yenilənməni basın. Starlium turpanı bizim saldırıcı bitməyən savaşdır. Deməli, bu bizə nə verir? 170 büyü gücü, bekləmə sürəsi düşürmək, hibrid can çalımı və 6 mana yeniləmə verir. Bir bedeli kullandıktan sonra 3 saniye içində yapılan ilk təməl saldırı ekstra 100 gerçek hasar verir və hedefin hareket hızını azaldır. Eyni elə bizim bu kimi. Bitməyən savaş kimi. Sonra gəlir kan kanatları. Kan kanatları bizə 90 büyü gücü verir. Əsas işi pasifindədir. Pasifi deməli bizə 800 artı büyü gücümüzdən orantılı olaraq deməli qalxan qazandırır. 20 bu qalxan əgər deyirəm dağılsa, dağılandan sonra 20 saniyə gözləmə müddəti var. 20 saniyədən sonra yenidən onu işlədə bilirsiniz. Baxın, alın, gördüyünüz kimi əlavə qalxanım var ətrafında. Qalxan büyü gücü ilə də orantılıdır. Plus bizə qalxan qırılandan sonra 30 hərəkət sürəti və qırıldıqdan sonra 150 hərəkət. Yox. Qırılmadığı müddətcə 30, qırıldıqdan sonra 150 hərəkət sürəti verir. Yəni indi hərəkət sürəti var. İndi baxın, bir dənə bu qırılsın, qırıldı. Daha sürətli qaçsın. Görün necə qaçdım. 150 ani moment, yəni sizin qaçmanızı çox kömək edir. Çox sevirəm bu itemi. Magic oynayan, yəni middə oynuyorsunuzsa, büyücü oynuyorsunuzsa bunu götürə bilərsiniz. Məsələn, Guinevere götürə bilərsiniz. Həm büyü gücünüzü artırır, həm də sizi müdafiə edir. Baxın, indi tamamlanacaq. Tamamlandı, hop, qalxanım yeni gəldi. Bir də bu deyəsən hasar emə bilən deyil. Yox, hasar emmir bu. Yəni yox olur. Yıldırım topu bu da 400 mana verir, 75 büyü gücü, 10 bekleme süresi düşünmə verir. 6 saniyede bir yapılan beceri kullanımı yankılanaraq menzildeki tüm rakiblərə ekstra 170 büyü hasarı verir. Yəni 6 saniyeden bir tetiklənir. 6 saniyede tetiklənəndən sonra tetiklənməni göstərim sizə onun. Aldım. Məsələn, baxın altta işarəsi çıxdı. Qarşı tərəfə vuranda aralarını görürüz, damage ötürülür. 6 saniyeden sonra yeniden aktivləşdi. Hop, o müddətcə damage getmir. Büyü gücünüzdən orantılıdır. Yəni büyü gücünüz nə qədər çox olsa, o qədər damage atır. Akıllı asa qarşı tərəfin deməli büyü hasarından qoruyursa özünü, büyü direncini 2 saniyəliyinə azaldır. Deməli 3 yükə qədər gedir. Yəni bu 9-a qədər çıxa bilir. 9-a qədər çıxa bilir. Bir də %10 büyü nüfuzu əlavə olaraq verir bizə. Dilek feneri bizə deməli nə qazandırır effekt olaraq. Dilek feneri qarşı tərəfdə canı çox olan tanklar varsa götürülür. Saldırıda demişdim, baxın bu canavar avcısı ki canı çox olan şeylər onu daha çox damage atır. Bu da həminki qaydada. Canı nə qədər çoxsa o qədər daha çox damage atır. Deməli bu qarşı tərəfə 800 büyü hasarı verdikdə onun arxası ilə deməli kelebeklər uçur. Kelebek tanrıçası çağırılır və ona mövcud canın %8-i qədər büyü hasarı verir. İndi mən bunu göstərəcəm sizə necə olur deyə. Almamışamış. Bir düşmanı katlettin. Baxın kəpənəklər uçur gedir, görürsünüz. Ona 800 damage atıram deyə. Kəpənəklər də gelib ona damage atır. Yəni belə bir şey. Bir düşmanı katlettin. Belə bir şeydir. Axırıncı büyüdən bizə gəlir Vaha makarası. Əslində bu büyü damage də verir, 60 büyü gücü verir.
Əsas bu dəstəklərə lazımdır. Can yeniləyən dəstəklərə. Bunun effekti nədir? 12 şifa etkisi artırma verir. Yəni deyək ki, STS bizə can vermir. Həmin o STS-in verdiyi o can miqdarını 112 artırır. Kutsama can basılan və ya kalkan verilən bir dost qəhrəmanın canı %35-in altındaysa və ya 3 saniyə içərisində %35-in altına düşərsə, o dost qəhrəman 3 saniyəliyinə 1200 kalkan qazanır. Bu etki tetikləndiyində kullanıcının bedelinin bekleme sürəsi 2 saniyə azalır. Bu etki aynı dost kahraman üzerinde 60 saniye aralıklarla tetiklenebilir. Yalnız da kahramanın kendisini etkileyen iyileştirme ve kalkan bedellerini tetiklemez. Neyse, ben onu götürsəm əgər, mən deyək ki, istesəm, qarşı tərəfə can versəm, istesi göstərim də, istesəm deyəndə ki, kahraman değiştir. Deməli, dolaşımdan bizdən aldım da istes. Aha, deyək ki, istesi götürsəm. Belə ki, bu adama bax, indi bunun canını ata bilmir, bu düşmənimdir. Bura bir dənə dost bot. Okey, bir dənə yapay zekanı da açaq. Sən get ona ver. Baxın, ona can yenilir, görür. Bax, bu effekti verəndə həmin qarşı tərəfə qalxan qazandırır bu. Hər adama da bir dəfə verə bilirsən. Hər kimsə ki bunu götürdü, bu qalxan effektini, bu item alanda mən. Həmin adam necə deyim? Bunu 60 saniyədən sonra ala bilir. Yəni da təzədən ala bilmir. Bunu həmin o effekti o adama versəm mən, qalxan qazanır. Qalxan qazanmanın yanında deməli nə eləyir? Bekleme süresi azaldır. Bu skill'lərin bekleme süresi 2 saniye azalır. 2 saniye, yəni effekti bu qədər, bundan ibarətdir. Magic'də bu qədər. Gələn dəfə də savunmanı bitirib artıq yavaş-yavaş karakterlərə bir-bir keçəcəyik. Karakterləri bilmirəm indi hansı sırayla edəcəm, amma istəyirəm ki siz yorumlarda yazın ki hansı karakter olsun. Yəni mən ondan başlayayım. Əgər ki yazmasaz mən özüm bir dənə keyfi bir şey seçəcəm. Yəni o istiqamətdə gedəcəm. Həmin karakterlərdən də elə burada belə skilllərlə danışıb gameplayini çəkəcəm. Çünki onun skilllərini danışmaq çox da uzun çəkməyəcək. Neyse, bu qədər. Videomuz bura qədər idi. Bəyənib yorum yazmağı unutmayın. Sizin bəyənləriniz sayəsində irəliləyəcəyik. Sağ olun, salamat qalın.